Allah nə verirsə ona bərəkət versin. Bərəkət böyük nemət. Bir gün Cəlaləddin Rumi Mövlana Həzrətlərinə sual verilir ki, ey böyük kəramət sahibi, bərəkət nədir? Deyir ki, mən onu sizə qoyunla qurdun misalında izah edeyim. Qoyun ildə bir bala verir. Çox nadir hallarda 8 bala verir. O da çox nadir hallardadır. Amma bütün il boyu 365 günün hər günü qoyun kəsilir. Bu məntiqlə yanaşsaq, qoyunun nəsli gərək yer kürəsindən çoxdan kəsiləydi. Amma qoyunu yeyən qurd, üzr istəyirəm, sizdən, dinləyicilərdən də üzr istəyirəm, üzlənərək. Eyni zamanda it, qurd, ildə bir dəfəmə 6-dan 13-ə qədər bala verir. Heç kəsə də gərəkli deyil. Bu məntiqlə yanaşsaq, bu çoxluğundan gərək yer kürəsi it-qurd sürüsü ilə dolu olaydı.